Gürcüstanın Qardabani rayonunda ağır avtomobil qəzası baş verib. Aktual G xəbər verir ki, qəza bugün səhər saatlarında Qardabaninin Birlik kəndində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil ağaca çırpılıb. Nəticədə 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb. Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur. APA TV-nin əldə etdiyi son məlumata görə qəzada həlak olanlar Azərbaycanlılardır. Həlak olanlar Şamil və qardaşı Kamil Əliyev, eləcə də əli və qohumu Sahil Cəllovdur. Məlumata görə Kamil 19, Şamil isə 17 yaşında olub. Onların valideynlərinin erkən vəfat etdiyi, nənə və babalarının himayəsində böyüdükləri bildirilir. Digər həlak olan 2 nəfər isə Yormuğanlı, Qaraçöp sakinləri Eltac Bayramov və Xanoğlan Nəsibovdur. Onların 23-24 yaşlarında olduğu deyilir.